Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Mərhəmətli, rəhimli Allahın adıyla. Hicri qəməri təqvimi ilə 10-cu ilin Zilhiccə ayının 18-də sallallahu aleyhi və səlləm Məhəmməd Peyğəmbər Allahın buyruğu ilə Qədirxum adlanan yerdə İmam Əli əleyhissalamı özündən sonra müsəlmanların mövlası elan edib. Həmin gün sallallahu aleyhi və səlləm Məhəmməd Peyğəmbər yanında dayanan Əli ibn Əbu Talibin əlini tutub yuxarı qaldırdı və buyurdu: Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Həmin vaxtdan etibarən hər il Zilhiccə ayının 18-i möminlər tərəfindən Qədirxum bayramı kimi qeyd edilir. Bu münasibət ilə Azərbaycan Zəvvarları şirkəti olaraq bütün müsəlmanları təbrik edirik.